Federal Təhlükəsizlik Xidmətinin əməliyyatı Quduz itin hərəkəti kimi qiymətləndirilməlidir. Bu barədə məlumatı Milli Məclisin deputatı Aqil Abbas reporta açıqlayıb. O, baş verən hadisəni vəhşilik adlandırıb. Heç Amerikada zəncilərə o cür vəhşilik etməyiblər. Ümumilikdə etniklərlə münasibətdə vəhşidirlər. Söhbət sadəcə Azərbaycanlılardan getmir. Başqa xalqlara da eyni münasibəti bəsləyirlər. Keçirdikləri əməliyyatlar tamamilə qanunsuzdur. Heç bir məhkəmə qərarı olmadan evə girmək və bu cür vəhşilik etmək insanlıqdan kənardır. O evdə atom bombası vardı, lənətlənməli hərəkətdir. İnsan hadisəni düşünəndə qanı donur. Öldürülən şəxslər tanıdığım insanlar idi. Dünyada Rusiya ilə münasibət saxlayan heç kim qalmayıb. Biz və özbəklərdən başqa. Biz də olmasaq ortada bayquş kimi qalacaqlar. Hər gün hamı ilə vuruşurlar. Amma bu dərəcədə vəhşilik yerdə qalmamalıdır. Yəqin Rusiya bunun cavabını verəcək. Qeyd edək ki, iyunun 27-sində Rusiyanın Yekaterinburg şəhərində Federal Təhlükəsizlik Xidmətinin Azərbaycanlı Səfərovlar ailəsinin yaşadığı müxtəlif ünvanlarda keçirdikləri əməliyyat nəticəsində 2 nəfər qətlə yetirilib, 9 nəfər saxlanılıb.